Şəhidlərimiz canlarını verdilər. Candan qiymətli bir şey yoxdur həyatda. Canlarını bu xalqa, bu millətə, bu vətənə fəda elədilər. Sizlərə, bizlərə, hər kəsə fəda elədilər. Onlar fəda etdilər ki, bu vətən yaşasın. Vətən torpağı düzərsin. Qazilərimiz bədənlərinin bir hissəsini verdilər. Kimisi qıçını, kimisə qolunu, kimisə gözünü, kimisə daha ağır bir hallarla bu qələbəni qazandılar. Və həmçinin onları böyüdən valideynlərin göz yaşlarıyla, sınıq qəlbləri ilə o qəhrəmanlıq dastanı yazıldı. Heç vaxt, heç zaman bu şəhidlər və bundan öncə olan şəhidlərimiz, Aprel döyüşündə olan şəhidlərimiz, antiterrorda olan şəhidlərimiz, 90-cı illərin şəhidləri heç zaman unudulmamalıdırlar. Hər zaman xatırlanmalı, yad olunmalı, qürur mənbəyimiz olmalıdırlar. Allah ruhlarını şad eləsin. Amin, amin, amin. Ya Rəbbəl aləm.